Hə? Bilmiyorum ben neresine D artikelini yazdım. Mhm. Deməli, belə deyək də, biz E ya da Z artiklı sayılan tək və yaxud da ümumiyyətlə cəm isimlərlə nə zaman artikl yazırıq, Z artiklı yazırıq, o zaman yazırıq ki, o isim bizə məlumdur. Bəs məlum olduğunu necə biləcəyik? Bax, deyir ki, did you buy car? Deyir, maşın almaq istəyirsən. Əgər cümlə bura qədər olsaydı, biz e-car deyərdik. Deyərdik ki, e-car. Yəni, bura qədər olsaydı. Amma digər tərəfdə deyir ki, biz looked at the day before yesterday. Dünən yox, sırağa gün baxdığımız maşın. Hansı maşın? Dünən yox, sırağa gün baxdığımız maşını deyir, aldın, daha doğrusu. Yəni, hansı sualın verib cavabında həmin ismi alırıqsa biz, o zaman o ismin qarşısında Z artiklı yazırıq. Baxın, deməli, necə oldu? Bax, burada mən Z artiklı götürdüm. Bəzən uşaqlar deyir ki, müəllim, niyə görə biz tutaq ki, A artiklı götürmürük birinci tərəfdə. Mən də deyirəm ki, bu məlumdur. Sən də sual verirsən ki, uşaqlar da sual verir ki, müəllim, bəs bunun məlum olduğunu hardan bildiniz ki, bura Z artiklı verdiniz? Oradan bildik ki, bax cümlə bura qədər olsaydı, deyərdim ki, did you buy a car? Maşın aldın, hər hansısa bir maşın. Amma ikinci tərəfdə belə bir cümləmiz var. Dünən yox, sırağa gün baxdığımız maşını aldın. Hansı maşını? Yəni biz o which sualını veririk. O hansı sualını veririk. Hansı sualını verəndə cavabı alırıqsa, maşın? Dünən yox, sırağa gün baxdığımız maşın. O zaman biz normalda sayılan tək isimlə A artiklı verərdiksə, burada müəyyənlik olduğuna görə Z artiklı veririk. Bu sayılan cəm isimlərə də aiddir. Misal üçün bura cəm isim yazıram, flowers yazıram. Deyirəm ki, mən gülləri sevirəm. Burada heç bir artikl verməyəcəm. Deməyəcəm I love the flowers. The flower deməyəcəm. Çünki ehtiyac yoxdur. Cəm isimlə artikl verməyə ehtiyac yoxdur da. Amma misal üçün deyəcəm ki I love the flowers in your garden. Sizin bağçanızdakı gülləri sevirəm. Artıq sizin bağçanızdakı güllər deyəndə mən bura Z artiklı atacağam. Çünki niyə Z artiklı atıram? İsim cəm olmasına baxmayaraq. Hansı gülləri? Sual verirəm. Hansı gülləri? Orada cavab alıram. Sizin bağçanızdakı gülləri. Ümumiyyətlə başqa gülləri demirəm ha. İmindi sizin bağçanızdakı gülləri deyirəm. Yəni sayılan tək isim olsun və yaxud da cəm isim olsun. Orada müəyyənlik varsa biz ora Z artiklı atırıq. Müəyyənliyin olub olmadığını da hardan yoxlayırıq? Oradan hansı sualını veririk və biz o cavabı alırıqsa, o zaman burada biz mütləq Z artiklı veririk. Bax belə bir test OTK-nın deməli testində də var idi, imtahanında da var idi, 9-cu sinif imtahanında, sınav imtahanında. Ona görə diqqət etmək lazımdır. Artiklı Z ya da E qoyarkən. Aydındırmı? Yəni müəyyənlik, axı biz Evet. öyrənmişik, artikl Z artiklı müəyyənlikdir və o müəyyənlik sözünə əməl etmək lazımdır.